Hamınıza salamlar. Mən Əbifət. Bugün sizlərlə Minecraft oynayacağıq. Qaldığımız yerdən davam eləyəcəyik. Keçən bölümdə piramidanı tapmışdıq. Yəni yeni ev tikmişəm. Keçən bölümdə bildə tutmuşam. Bir də o haqqda danışmaq istəmirəm. Əgər bundan əvvəlki videonu kimsə izləmirsə və xəbərdarsızsa, girib oradan baxa bilərlər. Bu arada sizə bir söz demək istəyirəm. Happy Wheels serisi ilə denəmə serisi, yəni ev tikmə serisinə görürəm ki, çox adam yoxdur, çox adam baxmır. Yenə də kanalımda çox adam olmasa da, demək olar ki, heç adam yoxdur, ancaq baxanlar olur, prosta abunə olmurlar. Amma baxanların içində görürəm ki, ən çox survival istəyənlər var. Məsələn, survival'a 28-30 nəfər baxır. Minecraft denəməyə 5-6 nəfər, hətta versə də 5-6 nəfər. Ona görə iki serini dayandıracağım. Həm də o ev tikmək hələ biz tez başladıq. Məncə, səhv fikirli ona başlamaq. Kanalımız böyüdükdən sonra ona çəkəcəyik. Yəni, necə deyim, Minecraft'da həmin sehirli serilər uzun çəkir, 100 bölüm, 200 bölüm. Ona da mənim bu dəqiqə işləyə, ona görə bugün mənim 2 serini artıq çəkməyəcək bu gündən bəri. Həmin 2 serinin yerinə Minecraft Survival'ın bir dənə yeni bir bir necə deyirlər, ada kimi bir seriyə başlayacaq, başqa bir macera şeylərində, modlarında, maplərində. Böyle aslında göstərim sizə aşağılarını göstərim. Böyle şeklinde götürək. Biraz toz çöpür, toz var, toz. Toz çizərdə. Bu günlərin mədənə düşəcəm, biraz görək, nələr tapa bilərik mədəndə. Bu arada neçə gün ki video gəlmirdi. Hamısı, yəni mən əslində kamera mikrofonum yaxşı olsa, çox video çəkərəm. Gündə bəlkə 3 dənə də olsa video çəkərəm, atarım YouTube'a. Çox həvəsim var. Ancaq ki, mikrofon imkan yaratmıyor. Çünki mikrofonum nəsə bahalı olsa da cızıltı gəlir, gürültü. Əvvəlki videolarımızla güclü görə bilərsiniz ki, səsimdə arxa fonda gürültü var, belə səs var. Oradakı insanları biraz narahat edir. Ona görə onu düzəltməyin yollarını axtarırdım. Nəhayət ki, tapdım. Yenə eləyə bilsəm, davam edəcəyik. Həmin o boş vaxtların əvəzini çıxacaq. Yəni, o vaxtlara görə də çox uzun istəyirəm. Video gəlmirdi demələr ki. Böyle bir şey. Buradan biraz çıksa bizi bilgiler. Çıkacağız. Bir de soracağız. Azat. Şimdi görmüş. Sayfa. Yemek arıyoruz. Gittik. Şanslılar. Şanslılar. Şuna tabi. Bizde koyunumuz var. Bugün olmuş. Nerede?
fikirləşirəm ki, bu günlər düşən mədənə ilk öncə ancaq ondan önəmli bir şey var. Yemək işini halledeyim. Çox önəmlidir. Bunun var ki, əsas şeylərdən biridir. Kolu da seviyor şu an var. Bunlar da böyle koyaq yerləşdir. Yüzlüklər deyəsən ancaq şeyə yarıyor. Neydi onlarda? O köylülər öyle kəndlilər. Onları o zümrüt vasitəsilə yəni, dəyişdirmək olur. Məsələn, əşyayı. Üzümlərimiz pişsin. Gəzintime üç dənə varımızdır. 2 dənə lazımdırsa bir dəqiqə. Məncə düşür. Bunlar da gəlsin. Çox adam videoları baxırlar. Mesela keçən dəfə videoya 30 nəfər baxır. Yox, videoya yox. Mən hansısa Minecraft şeydə 30 nəfər baxır. Obsilərə də yox, çox adam baxır. 8 nəfərə. Amma abunəlikdə 8 nəfər var. Yəni sizə xahiş edirəm ki, izlədiyiniz videolardan abunəliyi unutmayın. Çünki hər şey video qoymağa ilə başlayır. Abunəliyi əgər biz əzbərsək ki, abunəsiz də bizə dəstək verirlər. Verbəçilərdən bilməliyik. Biraz xəstələnmişəm. Əgər səsində biraz dəyişiklik varsa istəyirəm. Burada nə var? Necə şey görürsünüz çoğunca? Necə yapıyor? Oha. Böyle şeyler. Bu ne diyor? İndi mən fikir verirəm. Uşaqlar, necə olubdur ki, mənə belə Cəfərin şeyində gəlib bu. Yəni, belərim, bəzən bir. Bir dənə daşı yox. Biraz. Bunu bağlayımda açıq. Çömləri yığa. Çömü də var. Kömürləri daşı kazmanın bilirsiniz məsələn. Çünki dəmir tez ölməyiniz ki, əsas odur ki, düz tutarmasın kazmanın. Gümüş, küçük gümüş, yine az gümüş, yani artıyor. Esasın bunlarda her anda buraya çıkır. Altını mən heç vaxt altımızı qazmıyorum. Çünki lazım çıxarlar altımızda. Ona görə mən həmişə qıraqdan qazıram. Sonra qazdan yerini istəmirəm.
Belə buranı bağlayın, çəkilər də. Buranın koordinatına baxın. Neçə dənizə aşağıda. 46. Evet, çox götürəlim, düşürəlim aşağılara. Şey aslasdan. Ben böyle genişlendireyim. Böyle sıcak. Buradan böyle yazacağım. Şöyle. Böyle arasını çıkartayım. Böyle. Şimdi böyle şaşır. Nereden de çıkmış kendim. Yani çok güzel. Şunların yardım için nereden yol şaşırtıyor. Ben de yani vakit az olanda. Very hard çok diamond aktarmakta diamond aktarmakta oradaki en büyük dayanıcı oluyor. Kaydanlık için ses kaçırmış. Ses kaçırmış. Aha, əla. Yer tapdı. Şimdi biz buna böyle bir düşüş yok. Yaxşı elə istəyirsən. Şənsini rahat düşdü tam. Əladır. Şu. Heç də qaçdım. Ben. Ama öldükten yol çöden. Yol kazardı. Aşağıya. 16'dayım. Çok süslüyorum. 16'dayım. Buradan. Benim dediğim için bir server var. Yani ancak başkaları koşulabilmiyor o server'a. Özün gibi yapabiliyor. Ama nece olacak yazabilirsiniz mi? Şey. Arkadaşlarımla taşabilirim. Sorunları çıkmasında. Yoksuz aileler artık şöyle heminlikleri
sanacak. Şu böyle böyle güzelmiş. Güzeldi. Olmaz. O gördü bak. Çok boyut bakıyor. Ne kadar şey tuttuk. Ben çok çabuk bakmışım. Şu an var bir de setlerden de yıkıldım. Baxın, birinci hara girmək istəyirsə, məsələn, mən bura gəlmək istəyirəm, burada süzət var, biraz üzülmüş ola bilər, biraz sıxıq ola bilər, ona görə bura gedəcəm. Buranı, baxın, belə bir şəkildə, belə eləyim, bu saxlayım. Çünki bura girmir, girməmişəm yəni, bura girməmişəm. O mənada ya bizdə saxlayım, yəni belə qoy düzümü. Çünki bir dənə belə bir işarə qoyum da həm işarə. Dünyada ki burada girməmişim, düz qoydu, ged özünü bura. Bura girdim, qutardınsa, buranı təmiz axtarıb kəşf eləmişsənsə buranı təmiz bağlayın. Bütün hər tərəfini bağlayın. Bilin ki, bura girmişəm, bir dənə girək ola. Mən həmişə orada elə eləyirəm. Çox yaxşı. Yaxşı olmayabilir. Love görmüşlər. Elə biz seçmiyor. Love var. Hala. Ben size o 11'e çalışmışız diyor. Nasıl çok başkalar yine şıkları şıkları lapsları şöyle bana çok iyi Şey, lavların bırakmayı çok oluyor. Siz acaba bakarsa lavların bırakmayı çok sonradan buranı gəlib genişləndirir. Düz bulundu. Belə uşaqlar. Nəvədə deyəsən.
2 dənə bulan filtrə olacaq. Və bu daşlar filtrə olacaq. Bir çəkilsin aslında. Bunu yazsın. Ben seviyorum böyle basılmasını. Onu da uğraşmışlar çünkü. Böyle kalıp anında. Böyle cümleyle ameliyat taktım. Çok şey taktım. Yapabiliyorum işin sesinden kesin. Belə bir video oldu bu videomuzda. Gəlin videolarımızda görüşmək üzrə. Sağ olun.